Surxay balaca vaxtından bir hərbiçi kimi böyüyürdü. Bütün yarışlarda Surxay iştirak edirdi. Həyətdə turnikimiz olub, bizim idman alətləri olub, idmanla məşğul olurdu. Mənim idmana meylim yox idi. Həmişə də bunun üstə savaşırdıq onunla. Səhər tezdən gəlirdi, deyirdi gedək idman eləyək. Surxay həmişə dərsdə oturanda sanki özü dərsdə olardı, cismi orada olurdu, ancaq o həmişə gözü yol çəkirdi. Bugün mən Noçiyev taktikası haqqında eşidəndə mən həmişə öz-özümə deyirəm ki, onun o uzağa zillənən gözləri bəlkə də o taktikanı o vaxtdan o cızırdı. Surxay, baba, mən hərbiçi olmaq istəyirəm, Naxçıvanska sənət vermək istəyirəm. O fikrin elə dedi ki, qətiyyətlə. Mən yer qalmadı ki, mən onu inkar eləyəm, ya olmaz, ya nəsə məsləhət verəm. Surxayın konkret, qəti fikri var idi. Orada oxuduğu müddətdə də bütün hazırlıqlarından seçilmişdi. Manga komandiri təyin eləmişlər onu. Sonra Ali Hərbi məktəbə, Heydər Əliyev adına Ali Hərbi məktəbdə təhsil aldı və oranı bitirdikdən sonra bir il Salyanska təlim-tədris mərkəzində oldu. Leytenant hərbi rütbəsi ilə hərbi fəaliyyətə başladı. Sentyabrın 27-si idi. Səhər yuxudan ayrılan kimi xəbərlərə baxdım. Gördüm ki, müharibə başlayıb. Tez yerimdən qalxdım. Evdə baxdım, gördüm Surxayın atası həyətdədir, bağda oturur. Düşdüm, getdim yanına. Mənə Müdafiə Nazirliyinin xəbərlərini göstərdi ki, əks hücum əməliyyata başlayıb. Tam dedim, yəqin normaldır. Yəni, belə hallar mütəmadi olur da, atəşkəsin pozulması kimi bir hal var. Müharibəni o belə qəbulləmişdi ki, müharibə olmalıdır və biz qələbə çalmalıyıq. Axşam saatlarında Fidan dünyaya gəldi. Surxaya zəng elədik, cavab vermədi. Mesaj yazdıq, cavab vermədi. Artıq narahat olmağa başlamışdım. Sonra Surxay zəng elədi. Dedi, möhkəm ol, güclü ol. Hər şey yaxşı olacaq. Fidanın da doğulmağına görə çox sevindi. Dedi, inşallah gəlib qucağıma alaram. Düzdür, Surxay görmədi onu, ancaq səsini eşitdim. Dedim, danışırdıq, zəng vurmuşdu. Dedim, Surxay bir ağ gözəl qızın olub. Güldü telefonda. Surxay yeganə döyüşçü idi ki, tabor komandirləri içərisində ən az şəhid və ən az texnika itkisi verərək ən çox məsafə və ən çox döyüş əməliyyatlarını yetirib. Bizim hərbi isə Xocavənd, Füzuli və Şuşanın azadlığında iştirak edir. Surxay Noçiyevin taboru isə bundan əlavə olaraq bir də Qubadlının azadlığında iştirak edir. Qubadlıda oktyabrın təxminən 23-24-də Qubadlıdan gəldilər Hadruta. Hadrutdan ayın 1-də, noyabrın 1 ərəfəsində onlar Şuşaya doğru gedəndə ondan Axırıncı zəng gəldi. Ondan sonra 10 gün Surxaydan zəng gəlmədi. Ən axırıncı əməliyyatımız da Şuşada oldu. Bizim tabor gəldi, birinci, ikinci tabora köməyə, Qubadlıdan gəlib Şuşa döyüşlərində iştirak eləməyə. 6 Daşaltının o indiki elektrik stansiyası olan yeri götürdük. Oraya qədər son görüşümüz Surxayla orada oldu. Məni ora qoydu. Dedi ki, bir tağımla siz burada gələcək şeyləri qarşısına alın. Biz arxadan gedib, ermənilər qoymurdu keçməyə. Arxadan gedib onları işini bitirəcək və həqiqətən getdilər. O da 12 yaxın erməni məhv elədilər. Surxaydan xəbəri yox idi. Amma bizim içimizdə bir rahatçılıq var idi ki, deyirlər ki, set yoxdur. Ona görə əlaqə saxlaya bilmirlər, narahat olmayın. Sən demə, həmin vaxtda 8-dən 9-a keçən gecə cəmaat parad eləyəndə, atəşfəşanlıq eləyəndə, onda Surxay şəhid olmuşmuş. Ayın 11-i günü biz bildik. 11-i günü Füzulidən orada mərkəzi xəstəxanadan da klinikana xəbər vermişdilər. Gecəmisi gəldi bizə. O dedi. Qaynım Əfqan Surxayın qardaşı gəldi qonaq otağına, jurnalin stolu götürəndə dedim, Əfqan Surxaydan nə xəbər var? Dedi, ağlaya-ağlaya dedi ki, Surxay yoxdur. Dedi, Surxayı gətirirlər. Nə şərəfli ki, onun kimi bizim bir komandirimiz olub. Hər kəsi qoruyurdu, doğru qərar verirdi. Yəni, bugün azaddan tutulmuş bizə qədər bir çoxu Noçiyevin doğru qərarlarına borcluyuq. Arzularımız var idi, umudlarımız var idi. Bizi həyatda tutan, yaşadan uğurla fidan oldu. Surxaydan sonra.
indiki vaxtda nəsə bir söz deyə bilsəm ona, məni eşitsə, deyərəm ki, balalarından narahat olma. Möhtərəm prezidentimizin sərəncamı ilə ona ali dərəcəli Vətən müharibəsi qəhrəmanı adı verildi. Adına küçə verildi. Zəngilan rayon 1 nömrəli məktəbə Surxayın adı verilib. Bu gün mən fəxr edirəm ki, mənim Surxayım Azərbaycanın Vətən müharibəsi qəhrəmanıdır. Bu bir qürurverici bir şeydir bu.